Azərbaycanda 2026-cı ilin yanvarından etibarən yaşa görə aylıq sosial müavinətlərin artırılması planlaşdırılır. Bu barədə bir sıra yerli mətbu orqanlarda məlumat yayılıb. Qeyd edək ki, mövcud göstəricilərə əsasən hazırda 220 manat təşkil edən yaşa görə müavinətin məbləğinin 30 manat artırılaraq 250 manata çatdırılacağı iddia olunur. Bu barədə iqtisadçı Xalid Kərimli Azpolitikaya şərhində bildirib ki, ünvanlı dövlət sosial yardımı çıxmaq şərti ilə sosial müavinətlərin qarşıdakı aylarda artırılması ehtimalı azdır. Onun sözlərinə görə çünki bunun üçün büdcədə sosial xərclərə əhəmiyyətli artımlar müşahidə olunmur. Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üzrə ümumi xərclərinin 8 milyar 483 milyon manat həcmində olması proqnozlaşdırılır ki, bunun da 96,6% və ya 8 milyar 196 milyon manatı əhaliyə ödənişlərin payına düşür. Proqnoz göstəricilərə əsasən 2026-cı il üzrə indeksiyanın təqribən 9,2% səviyyəsində olması orta pensiyanın məbləğinin isə yenə də 9,2% artaraq 590 manata, yaşa görə pensiyanın məbləğinin isə 629 manata çatması proqnozlaşdırılır. Daha ətraflı məlumatı azpolitika.info saytından əldə edə bilərsiniz.